Bir neçə gün bundan öncə hazırki prezident İlham Əliyevin Davos forumunda iştirakı çərçivəsində biz şəkillərdən və video görüntülərdən prezident İlham Əliyevin oğlu Heydər Əliyevin də olduğunu gördük. Və bu haqlı suallar ortaya çıxartdı ki, Azərbaycanda artıq növbəti dəfəmi atadan oğula hakimiyyətin ötürülməsi prosesinə start verilir. Mən xatırlayıram, bundan bir neçə il öncə də bu söhbətlər başlamışdı. Yenə də bu haqda müzakirələr gedirdi. İctimai tənqidlər olunurdu siyasi sferada, bu mövzuda, bu kontekstdə. Və sonuncu dəfə 2024-cü ilin payızında belə bir hal olmuşdu. Səhv xatırlamıramsa Şuşada idi və prezidentin yanında onun oğlunun da rəsmi tərifdə iştirakı və daha sonra İqtisadiyyat Nazirliyinin müşavirəsində görülmüşdü və bu da Azərbaycanlılarda haqlı sual ortaya çıxarırdı ki, nə baş verir? Yenə dəmi 2003-cü ilin senarisi mi yaşanacaq və növbəti illərdə, bəlkə də elə 2033-cü ildə, bəlkə də ondan sonraki dönəmlərdə biz yenə də hakimiyyətin atadan oğula ötürülməsi prosesinin müşahidə olacaq. Mən açığı bu məsələ haqqında onu düşünürəm ki, ona deyə bilərəm ki, Azərbaycanda mən inanmıram ki, bundan sonra növbəti dəfə hakimiyyət atadan oğula keçsin. Yəni prezident İlham Əliyevdən onun oğlu Heydər Əliyevə keçsin. Mən burada xüsusi bir şey qeyd etmək istəyirəm. Mənim bu danışdığım kiminsə oğlu, kiminsə övladı və yaxud da ki, kiminsə ailəsi haqqında deyil. Mən burada siyasi kontekstdə danışıram və prezident İlham Əliyevin oğlu Heydər Əliyev də gənc insandır. Elə şəxsən mənim özümlə 1 yaş fərqi olmalıdır, səhv etmirəmsə. Və savadlı insandır. Yəqin ki, bir neçə xarici dil bilir və yəqin ki, çox uğurlu da təhsili var. Və mən düşünürəm ki, əgər o siyasət aləmində artıq aktiv proseslərdə aktiv iştirakçı olmaq istəyirsə, dövlət işlərində aktiv iştirak etmək istəyirsə, ambisiyasını indidən önə qoymalıdır açıq şəkildə və bu Azərbaycanlılara da aydın olmalıdır ki, kimsə birdən-birə gəlib hər hansısa bir vəzifəyə çıxmadı və o mərhələ-mərhələ, pillə-pillə dövlət daxilində keçdiyi təcrübəsi ilə, öz təhsili ilə, öz savadı ilə və bu işlərdə iştirakçı oldu və ondan sonra da təbii ki, o da bir Azərbaycan Respublikasının vətəndaşı kimi hər bir seçkidə iştirak etmə hüququ var, namizədliyini irəli sürmə hüququ var. Təbii ki, bu hüququ nə mən, nə kimsə onun əlindən almır və yaxud da ala da bilməz. Bu konstitusiyaya ilə ziddir. Fərqi yoxdur sənin atan kimdir, amma əsas odur ki, sən bir vətəndaş kimi ambisiyan var və namizədini irəli sürürsən. Bu tamamilə ayrı mövzu. Təbii ki, mən bunda varam. Mən özüm də bu ölkənin prezidenti olmaq üçün siyasətdəyəm və mən düşünürəm ki, mən bu ölkənin prezidenti olacağam. Hazırki prezidentdən də ölkəni daha yaxşı idarə edəcəm və mənim ambisiyalarım bu yöndədir. Mən ona görə siyasətdəyəm və mən istəyərdim ki, əgər Heydər Əliyev indidən prezident olmağa özünü hazırlaşdırırsa və bunu açıq qeyd etsin və yaxud da ki, öz addımlarında bunu göstərsin, mütləq deyil ki, o çıxıb bunu cümlə-cümlə ifadə etməlidir. Və ona uyğun da mən də və yaxud da digər Azərbaycanlılar da artıq siyasi kontekstdə öz addımlarımızı bilək və ona uyğun ataq. Azərbaycanda 2003-cü ildə yaşananlar mən bayaq qeyd etdim. Mən inanmıram ki, bundan sonra təkrarlansın. 2003-cü ildə baş verənlərdə həmin dönəm fərqli idi, həmin dönəm Azərbaycan siyasəti fərqli idi, həmin dönəm Azərbaycandakı vəziyyət tamamilə fərqli idi. Çünki Azərbaycan 20% torpağı işğal altındaydı və İlham Əliyev hakimiyyətinin yaranma səbəbi olan Heydər Əliyev hakimiyyəti, yəni 10 illik Heydər Əliyev dönəmi Azərbaycanda daha yaxşı olmuşdu. Nəinki Heydər Əliyevdən öncəki hakimiyyət olan, 1 illik hakimiyyət dönəmi olan Elçibəy dönəmi, rəhmətli Elçibəy dönəmi, prezident ola-ola birdən Naxçıvana getməsi, məsuliyyətdən mən deyərdim ki, qaçması, bu yöndə təbii ki, mənim yumşaq tənqidlərim də var Əbülfəz Elçibəyə və bugünə kimi olan Yeni Azərbaycan Partiyasının iqtidarı bu avtoritar sistemin ən böyük səbəbkarlarından biri də mən düşünürəm ki, Əbülfəz Elçibəydir. Öz yanlış komandası ilə, öz yanlış ətrafı ilə və öz yanlış addımları ilə. Heydər Əliyevin Azərbaycana gəlməsi, hakimiyyətdə möhkəmlənməsi və ondan sonra Azərbaycan müxalifətinin bərbad vəziyyətə düşməsi bugünə
bugünkü durumuna gəlib düşməsi təbii ki, 93-cü ildə buraxılmış səhvlər idi və Azərbaycan xalqı da başa düşürdü ki, Heydər Əliyevdən əvvəlki iqtidar, AXC Müsavat cütlüyü bugün hökumət tərəf də tez-tez bu ifadəni, o söz birləşməsini işlədir. Amma həqiqətən də uğursuz olmuşdular və insanların yaddaşında pis qalmışdılar. İndi biz o uğursuzluğu və yaxud da ki, uğuru mübahisələndirə bilərik. Bu haqda geniş müzakirələr gedə bilər ki, bir illik hökumət uğurlu idimi və yaxud da uğursuz idimi, baxır hansı qrup, hansı aspektdən baxır, hansı kontekstdə dəyərləndirir. Amma insanların yaddaşında uğurlu qalmadığını mən qənaətindəyəm və buna görə də 2003-cü ildə hakimiyyətin atadan oğula ötürülməsi bir qədər daha rahat başa gəldi. Doğrudur, onda müxalifət hələ daha güclü idi. Azərbaycanda müxalif partiyaların durumu, Azərbaycanda ümumiyyətlə siyasi ab-havanın durumu daha yaxşı idi. Nəinki indi. İndi bizdə vəziyyət çox pisdir. İndi hər danışanı həbs edə bilərlər, şərliyib həbs edə bilərlər. Hətta mən sizə deyim ki, mənim indi burada danışdıqlarımın da kifayət qədər riskləri var. Və kifayət qədər riskləri var ki, bilmək olmaz. Mən indi bugün 20:00-da bu videonu paylaşacağım YouTube kanalımda, daha sonra Facebookumda yəqin ki paylaşacağım və ondan sonra hətta mənim özümün belə sutqalığa getmək və yaxud da ki, müəyyən cəza tədbirləri və qarşılaşmaq kimi problemlərimlə də üzləşə bilərəm mən. Və yəni bu hazırki Azərbaycan durumudur. Hazırki Azərbaycanda siyasi sistem, avtoritarizm artıq özünün ən pik vəziyyətindədir və bugün ona görə insanlar narahatdır ki, görəsən yenə dəmi 2003-cü il hadisələr baş verəcək. Bəli, bugün mən düşünürəm ki, Azərbaycanlılar İlham Əliyevə hörmət bəsləyirlər, onun xüsusilə də və mənə görə təkcə bir çox insanlarda xüsusilə də Qarabağ müharibəsi kontekstində qazandığı zəfər Ali Baş Komandan kimi təbii ki, bizim qələbəni bizə Azərbaycan ordusu verib, Azərbaycan övladları verib, Azərbaycan əsgərləri verib. Amma Ali Baş Komandan kimi təbii ki, burada İlham Əliyevin rolunu da mən heç vaxt təqzib edə bilmərəm. Baxmayaraq ki, mən onun siyasətinin dəstəkçisi deyiləm, mən onun siyasətini bəyənmirəm. Və mən onun həm də rəqibiyəm. Mən özümü gələcək Azərbaycandakı gələcək prezident hesab edirəm. Amma Azərbaycanlılar buna görə İlham Əliyevə hörmət edir və İlham Əliyevə kart blanş da verib kimi də mən bunu ifadə edə bilərəm. Amma bu demək deyil ki, Azərbaycanı ancaq bir ailə idarə etməlidir. Bu demək deyil ki, Azərbaycanda monarxiya qurulmalıdır. Bu demək deyil ki, Azərbaycanda hər 10 ildən bir, 15 ildən bir və yaxud da 20 ildən bir dövlət əldən ələ, atadan oğula keçməlidir. Azərbaycanın müqəddəratını Azərbaycanlılar toplu şəkildə həll edir. Seçicilər həll edir və Azərbaycanın müqəddəratı, Azərbaycan prezidentinin kim olması, Azərbaycanı xaricdə və daxildə kimin təmsil etməsi, kimin idarə etməsini Azərbaycanlılar seçməlidir. Və doğrudur, bugün Azərbaycanda seçki sistemi çox bərbaddır. Azərbaycanda şəffaf seçki yoxdur, Azərbaycanda demokratik seçki yoxdur. Amma bu demək deyil ki, bu həmişə belə olacaq və bu demək deyil ki, həmişə də Azərbaycan xalqı bu ədalətsizliklərə, bu vəziyyətin bu qədər pis olmasına dözəcək və Azərbaycan xalqı dözümlüdür, xalqı həmişə hər yerdə keçərli deyil və mən düşünürəm ki, bu nə vaxt sözünü hardasa göstərəcək. Mən təbii ki, dəyişiklikləri seçki yolu ilə olmasını arzulayıram və mən bir daha əsas mövzuya qayıdaraq qeyd etmək istəyirəm ki, mən kiminləsə şəxsi kontekstdə bu məsələni qabartmıram, şəxsi müstəvidə danışmıram, mən siyasi kontekstdə danışıram və mənim üçün Heydər Əliyev əgər gələcəkdə prezidentliyə namizəddirsə lap yaxşı və mən də başa düşəcəm ki, 10 il, 15 ildən sonraki mən prezident seçkilərində namizəd olmaq istəyəndə ki, olacam da və mən rəqibim, əgər Heydər Əliyev olacaqsa, mən indidən artıq addımlarımı həm də ona uyğunlaşdırmaqdır. Və məncə bunu bilmək Azərbaycanlıların da haqqıdır. Çünki Azərbaycanda kifayət qədər savadlı, təhsilli, bacarıqlı gənclər var ki, onların bir çoxları işsizdir, onların bir çoxları işləmək üçün xaricə üst tutub gedir və yaxud da ki, Azərbaycanda iş olmasına rəğmən buradakı azadlıqlar, buradakı rahatlıqlar onları qane etmir və ona görə də onlar xaricə üst tutur. Ona görə də bizim bacarıqlı, savadlı gənclərimiz kifayət qədərdir
Və mən şübhə etmirəm ki, hazırki prezident İlham Əliyevin oğlu da kifayət qədər savadlı, xüsusilə də xarici dil bilikləri yüksək olan bir insandır və əgər onun bu dövlətə müsbət yöndə qatkısı olacaqsa, nə yaxşı. Qoy olsun, qoy işləsin dövlət orqanlarında. Təbii ki, bunu heç kəs məhdudiyyət qoymur. Ümumiyyətlə biz azərbaycanlıların mən düşünürəm ki, mən bütün azərbaycanlıların adından təbii ki, danışmaq istəmirəm. Mənim o hüququm yoxdur. Amma mən düşündüyümü deyirəm. Mən düşünürəm ki, biz azərbaycanlılar belə bir məhdudiyyət tərəfdarı deyilik. Biz sadəcə vəzifənin və yaxud da ki, idarə etmənin atadan oğula hər hansısa bir imtiyazlar vasitəsilə keçməsinin əleyhinəyik. Seçki ilə olacaqsa, şəffaf seçki ilə olacaqsa qoy olsun. Bu da meydan, xalq öz sözünü versin. Seçki kontekstində xalq öz səsini versin. Amma yox, bu müəyyən imtiyazlardan istifadə vasitəsilə olacaqsa, bu rəqiblərini bir-bir sıradan çıxarmaq vasitəsilə olacaqsa və sıradan çıxarmaq demokratik yollarla yox, ağıl mübarizəsi yolu ilə yox, hər hansısa bir güc vasitəsilə, hər hansısa bir təzyiq vasitəsilə rəqiblərini sıradan çıxarmaqla olacaqsa və yaxud da ki, rəqiblərin hamısını həbsə atmaqla, nələrsə hədələməklə olacaqsa, onda yox. Bu artıq doğru deyil, bu düzgün deyil. Və Azərbaycan bütün azərbaycanlıların vətənidir. Azərbaycan bütün azərbaycanlılara məxsusdur. Azərbaycan anaları öz oğullarını ona görə döyüşə göndərmədilər ki, bu ölkəni ancaq bir neçə nəfər idarə etsin. Mən həqiqətən də tam səmimi olaraq bunları düşünürəm. Burada videoda danışmaq üçün danışmıram. Mən sadəcə düşündüklərimi danışıram. Və Azərbaycanda bizim 30 ildən sonra qazandığımız bu boyda uğurun əsas memarı Azərbaycan xalqıdır. Və Azərbaycan xalqına hörmət etmək, Azərbaycan xalqının hörmətini saxlamaq hər bir kəsin birinci növbədə borcudur, vəzifəsidir. Və Azərbaycanlılar öz deputatını özləri seçməlidir, Azərbaycanlılar öz bələdiyyələrini özləri seçməlidir, Azərbaycanlılar öz prezidentini özləri seçməlidir. Bunları kimlərsə təyin etməməlidir. Bunu bir qrup şəxs Azərbaycanlıların taleyini həll etməməlidir. Azərbaycan taleyini Azərbaycanlılar həll etməlidir. Hardasa səhv də edə bilərlər. Olar, problem yoxdur. İnsan səhv edə öyrənir. Təbii ki, hər bir xalq da, hər bir dövlət də səhv edə öyrənir. Amma bu səhv davamlı olmalı deyil. Bu səhv mütəmadi xarakter daşımalı deyil. Biz o boyda zəfəri ona görə qazanmadıq ki, bunu ancaq bir qrup şəxs bundan qidalansın, bundan yararlansın. Bizim qazandığımız qələbə də hamımızındır. Baxın, mən hamımızın deyirəm. Burada həm Yeni Azərbaycan Partiyası da daxildir, həm onun ən yüksək rəhbərliyində iştirak edən şəxslər də daxildir və müxalif yönlü şəxslər də daxildir. Siyasətə qarışmayan kəslər də daxildir. Azərbaycan bizim hamımızın Azərbaycanıdır və Azərbaycanın taleyi də bizim hamımızın bir nömrəli maraq dairəmiz olmalıdır. Ona görə də mən bir daha qeyd edirəm ki, mənim bu danışdıqlarım hamısı siyasi kontekstdədir və bunu izləyənlər də ümid edirəm ki, və bəlli bir kəsimə üst tutub mən bunu xüsusi ifadə edirəm ki, mənim bu danışıqlarımı da siyasi kontekstdə dəyərləndirin. Şəxsi müstəvidə, şəxsi kontekstdə və yaxud da ki, hər hansısa bir şəxsin elə olsun da belə prezidentin özünün ailəsi ətrafında danışmaq mövzusu deyil bu. Bu Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi, Azərbaycan dövlətinin gələcəyi haqqında danışmaqdır və bu siyasi kontekstdə danışmaqdır.